Məndən çox qəşəng mukbang videosu çəkən çıxar bu dişlərlə. Dişim yox da. Maalesef. Mən ölürəm belə sümüyü yeməkdən ötürü. Bunu qəşəng dişləyirsən. İndi yazacaqsınız ki, ona görə dişlərim belə olub da. Mənim dişim uşaq vaxtı dovşan dişimin biri. Məhəllədə uşaqla oynayanda oyuncaq tapancaların içindən yumru şariklər çıxır. Onlardan dəymişdi deyə qırılmışdı. Mən ona görə bunu düzəltdirdim. İndi ama dişlərim imkan vermir ki, mən bunu yiyeyim. Amma mənim ürəyim gedir də belə. Sümük olsun, üstündə belə ət olsun. Mən onu dişləyim, yiyeyim. Yemeği olur. Neyse, dişlərim düzəlsin. Mən bu mukbang hayatıma geri qayıdacağım. Ay təmizlik videosu çək. Ay nə bilim. Onu elə, bunu elə. Mənlik dörbaz. Mənimki qoyursan qabağa, otlayırsan. Belə videolar çəkmək mənə daha rahatdır. Nəinki oturub o 5 saat təmizlik videosunu düzəltməkdən ötürü nə qədər əziyyət çəkirsən. Plus da TikTokda kəşfiyyata düşür. Hər şey kəşfiyyata düşür. Amma Instagramda düşmür. Instagramda baxış çox az gəlir. 20.000, 40.000, 50.000.